Salam əziz, MİQV sertifikasiyaya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 4 iyul tarixində müəllimlərin işə qəbulu imtahanında düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olub, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Keçək suallarımıza. Birinci sualda deyir ki, şagird nə dərəcədə düzgün reaksiya verdiyini müəyyən edə bilir. Ümumiyyətlə yadınızda saxlayın ki, və qolmanın emosional intellekt nəzəriyyəsində hansı komponentə aid olduğunu istəyir. Özünüzdə qeyd eləyin ki, harda düzgün reaksiya və düzgün ifadə sözlərini gördünüzsə, bilin o özünü idarə etməyə aiddir. Amma harda düzgün nəticə sözü gördünüzsə, özünü dərk edir. Yəni uşaq deyir ki, mən düzgün nəticə çıxaram ki, deməli bu belədir. Düzgün nəticə çıxarmağa qadirəm kimi fikirlər özünü dərkdədir. Düzgün nəticə sözü özünü dərkdədir. Amma düzgün reaksiya vermək, yəni nə dərəcədə düzgün reaksiya verdiyini müəyyən eləyə bilməyən hamısı özünü idarə etmədədir və düzgün ifadə fikri də həmçinin yəni özünü düzgün şəkildə ifadə eləyirəmsə, bu özünü idarə etmədədir. Yəni vəziyyətə daha pasiv yanaşıram, təmkinli davranıram, öz hisslərimi rasionallaşdırmış oluram. Öz hisslərimi rasionallaşdırıramsa, deməli artıq özümü dərk etmişəm və özümü artıq idarə edirəm deməkdir. Deməli düzgün ifadə, düzgün reaksiya özünü idarə etmə komponentinə aiddir. Düzgün nəticə özünü dərkə aiddir. 1B bəndi oldu. 2-yə baxırıq. Şagird verilən tapşırığı hamıdan tez yerinə yetirir. Sonra yerində dinç durmur. Hətta müəllim başqa şagirdə də sual verəndə o bu suala belə cavab verir. Və verdiyi cavabların da hamısı doğru olur. Müəllim bu zaman nə etməlidir? Yəni bu uşağın, hiperaktiv uşağın, belə deyək, tənzimləməyimiz üçün tapşırığı tez bitirəndə proseduru verməliyik. A bəndində deyir dərsə gecikəndə. Burada dərsə gecikməklə bağlı məqam yoxdur. Təhlükəsizliyə riayət etmək, qaçmaq, tullanmaqla, dəhlizdə qaçmayın, tullanmaqla bağlı fikir olsa olardı. Müəllim şagirdə dərhal cəza verməməlidir. Birinci prosedur gözləntilər olmadı, son halda qayda pozularsa cəza verilir. İş vərəqlərini ötürməklə bağlı məqam yoxdur. Ona görə Y bəndidir. Müəllim tapşırığı tez bitirəndə prosedurunu şagirdə xatırlatmalıdır ki, tapşırığı tez bitirəndə digər əlavə tapşırıqlarınızı etmək lazımdır və ya da sakit oturmaq lazımdır. Prosedurlar qoymalıdır ki, şagirdlər də onu icra etsin. 2Y bəndidir. 3-ə baxıram. Yaşlı adam avtobusa minir və uşaq yaşlı adama yer verərək insanlara özünü nə qədər düşüncəli olduğunu göstərir. Bu uşağın düşüncəsi Kohlbergə görə hansı nəzəriyyə, yəni hansı mərhələyə aiddir? Ümumiyyətlə Kohlberg deyir ki, mən insanların düşüncələrini 3 səviyyəyə bölürəm. Prekonvensional səviyyə, konvensional səviyyə və postkonvensional səviyyə. Prekonvensional səviyyədə itaət cəzəndən individualizmdir. Konvensional səviyyədə qəbul olunma mərhələsinə səlahiyyət sosial nizamın qorunmasıdır. Postkonvensional səviyyədə isə artıq sosial müqavilə və ya sosial razılıq universal etik prinsiplərdir. Və bu fikir qəbul olunma mərhələsinə aiddir. Niyə? Çünki qəbul olunma mərhələsində olan insan deyir ki, öz fikrim yox, başqalarının fikri önəmlidir. Qoy hamı görsün ki, mən ağıllıyam, məndən yoxdur. Yəni cəmiyyətin bu məsələyə necə yanaşması onun üçün hər şeydən önəmlidir. Bu qəbul olunmadır. İtaət cəza, məsələn, A bəndi o vaxt olsaydı ki, o qaydalara şərtsiz əməl eləyir, qaydalara riayət eləyir, qaydaları müzakirə eləmir, icazəsiz çölə çıxmır, cəzalanacağından qorxur, onda itaət cəza olardı. İndividualizm o vaxt olardı ki, onun şəxsi marağı ön planda olardı, öz mövqeyi ön planda olardı. Hər şey qarşılıqlıdır düşünən insan olardı. Dostuma kömək edirəm ki, o da mən etsin kimi düşünsə individualizm olar. Cavab C bəndidir və sosial müqavilə olsa necə olardı? Cəmiyyət qarşısında ədalətin qorunmasını tənzimləsə, ədalətlilik, bərabər hüquqluq prinsipinə əməl etsə sosial müqavilə olardı. Yəni məsələn deyir ki, mən də hər kəs kimi əyləşməliyəm yerimdə. Bərabər hüquqluqdur. Mən necə oturamsa o da elə otura bilər və yaxud da mən necə ayaq üstə duramsa avtobusda o da elə ayaq üstə dura bilər. Belə. Səlahiyyət sosial nizamın qorunması cəmiyyətin mövqeyi baxımından baxır. Yəni cəmiyyəti bir bütöv şəklində görərək mühakimə eləməyi sevən insandır. Yəni xaos olmaması üçün qaydaları tətbiq eləməyi sevən insandır. Burada da qəbul olunma ilə bağlıdır. O da konvensional səviyyədədir. Cavab C bəndə olmuş oldu. Kohlberg Babiyə aid fikirdir.
4C-dir, 5-də deyir. Şagirdi öz hissləri haqqında düşünməyə çağırmaq, duyğularının əlamətlərindən xəbərdar olmaq, fikirləri qovulmanın emosional intellektinin hansı komponentinə uyğundur? Əlbəttə ki, özünü dərkə uyğun gəlir. Çünki şagirdin öz hissləri haqqında düşünməsi var. Artıq özünü dərk eləyir, yüksək intuisiyası var, güclü zəif tərəflərini müəyyən edir, hisslərini analiz eləyir, emosiyalarının həyatındakı rolunu vurğulayır, hansı amillərin duyğularını dəyişdirəcəyindən xəbərdar ola bilir, duyğuların əlamətlərindən xəbərdar olur, öz hissləri haqqında düşünməyə vadar olur, öz hisslərini tanıyır, öz hisslərini adlandırır, öz hisslərini analiz eləyir. Öz hisslərini tanıyaraq emosiyalarından agah olmuş olur. O da özünü dərk komponentində yer alır. Cavab A bəndi. 5-də deyir. Şagird Le Chatelier prinsipinə əsasən tənliyi həll edir. Le Chatelier prinsipi qaydadır, qanundur, teoremdir. Yəni hər hansı bir qəbul olunmuş bir şərtdir. Qaydadır. Biz demişik, qaydaya əsasən bir işi icra eləyiriksə bu anlamadır. Amma desəydik ki, şagird tənliyi həll edir. O zaman tətbiq olardı, yəni Y bəndi olardı. Amma Le Chatelier prinsipinə əsasən dediyinə görə anlamadı. Şagird tənliyi həll eləyirsə, o zaman tətbiq olardı. Amma hər hansı bir qaydaya əsasən, düstura əsasən, teorema əsasən, qanuna əsasən eləyirəmsə, bu prinsipə əsasən eləyirəmsə, bu olur anlamaq. Cavab B bəndi. 6-da. Sinifdə bullying halını necə müəyyən edərsən? Bullying halı nədir? Psixoloji şiddət demişik. Bullying halının qarşısını almaq üçün 8 dənə yol var və bullying halını necə müəyyən edərsən deyir. Qarşını almaq üçün 8 dənə yol var, amma müəyyən etmək üçün 6 dənə yolumuz var. Hansı yollardır? 1. Sinifdə şagirdlərin öz fikirlərini ifadə etmək üçün təhlükəsiz mühit yaratmaqdır. 2. Şagirdlərə məktəbdəki təcrübələr haqqında esse yazmaqdır. 3. Anonim sorğu aparmaq. 4. Digər müəllimlərlə ünsiyyət qurmaq. 5. Valideynlərlə əməkdaşlıq. 6. Şagirdlərin şəxsi portfolyosunun yaradılması. Bu dediklərindən hansı variantda var? 1-1-də var, 1-3-də var. Şagirdlərə məktəbdəki təcrübələr haqqında esse yazdıraram, 1 doğrudur. Sinifdə mənəvi dəyərləri aşılayıram. Bu bullyingin qarşısını almağa aiddir. Qarşısını necə alıram? Onda 8 dənə yolu var. Anonim sorğu aparıram, doğrudur. Şagirdlərə yüksək emosional intellekt formalaşdırıram. Bu da qarşısını almağa aiddir. Bullyingin qarşısını necə alıram? Ona aiddir. Məktəb psixoloqla əməkdaşlıq, bu da qarşısını almaq. Bullyingin qarşısını almağa aid fikirdir. Ona görə cavabım Y bəndi olur. 7-yə baxırıq. Konstruktiv rəyə aid fikri müəyyən edin. Konstruktiv rəy bilirik ki, müsbət rəydir, inkişaf etdirici rəydir. Keçmişə yönəlik rəy bu negativdir. Yanlış rəy negativdir. Negativ rəy, yəni düzgün rəy deyil. Emosional rəy emosiyalara yönəlik rəydir. Şagirdin səhvini düzəltməyə imkan verən rəy, yəni onu istiqamətləndirən rəy, yönəldən rəy, müəllim fasilitator kimi çıxış edib ona istiqamət verir. 7 Y bəndi doğrudur. 8-də deyir, şagirdlərdən biri digər yoldaşının çantasına sıçan şəkilləri qoyur. Bu fikir bullyingin hansı növünə aiddir və müəllim bu məqamda nə etməlidir? Fikir verin, şəkillər qoyursa, burada nə olur? Qeyri-verbal olur. Çünki biz demişik ki, şəkil varsa, nə bilim, sözsüz videolar var, jestlər, hərəkətlər, gülərək incitmək, bunlar qeyri-verbaldadır. Ona görə C bəndidir və şagirdlərdə yüksək emosional intellekti formalaşdırmaq lazımdır. Bəli, bu məqamda müəllim bullyingin qarşısını almaq üçün 8 dənə yol var dedik. Onlardan biri də şagirdlərin yüksək emosional intellektini formalaşdırmaqdır. C doğrudur. Vasitəli bullying niyə olmaz? Çünki vasitəli bullying də üçüncü şəxs tərəfindən olunmur. Kiminsə köməyi ilə olmalıdır. Amma valideynləri bullyinglə bağlı məlumatlandırmaq bu hissə, ikinci hissə doğrudur. Hamısında ümumiyyətlə bütün variantlarda ikinci hissə doğrudur. Birinci hissə yanlışdır. Tədris bullyingi niyə olmaz? Çünki o öyrətmə öyrənməklə bağlıdır. Müəllim qeyri-ixtiyari olaraq şagirdi bullying edir, çoxlu dərs verərək. Yəni düşünülməmiş formada şagirdə çoxlu dərslər verir, elə bilir ona yaxşılığını edir, halbuki ona bullying. Hal-hazırda demək olar 99% şagirdlər tədris bullyinginə məruz qalır.
B yanlışdır, ikincisi də doğrudur, birincisi də yanlışdır. Qeyri-verbal bullying dedik, bəli olar. Çünki şəkil, sözsüz video qeyri-fiziki bullyingin növü olan qeyri-verbal bullyingə aiddir. Kiberbullying niyə olmaz? Kiberbullying sosial mediada olur, təhdid xarakterli mesajlar olur, WhatsApp qruplarında olur, sosial şəbəkələrdə olur, icazəsiz şəkillər paylaşsan. Bu xüsusi növdür özdə. Kiberbullying olmaz, amma şagirdlərə mənəvi dəyərlər aşılamaq bu bullyingin qarşısını almaq yollarına aiddir. Verbal bullying isə ən geniş yayılan formadır, şifahi yazılı formada olur. Şəxsi alçaldırsan, təhqir edirsən, ona ləqəb qoysan, dörd göz deysən, kitab güvəsi deysən, məsxəriyə salsan, onu alçaldırsan, şagirdinin problemi daimi səsləndirib onu utandırırsan, rişxənd edirsən, yazılı şəkildə, sözlü şəkildə sözlərlə təhqir eləyirsən. Bu verbal bullyingə aiddir, amma ikincisi də doğrudur. Valideynlərlə sıx ünsiyyətdə olmaq bu bullyingin qarşısını almağa aid fikirdir. Cavab C bəndə olmuş oldu. 9-cu suala keçirik. 9-cu sualda deyir ki, köhnə əvvəl, yəni köhnə, əvvəlki, mən özüm mörtəzədə bəzən sinonimlərini yazıram ki, bilmiş olasınız. Köhnə və yeni biliklər arasında əlaqə və yaxud da əvvəlki və yeni bilik arasında əlaqəni müəyyən eləmək hansı iş üsullarına aiddir? Əlbəttə ki, mən kiməmdə olur. Freyer modelində olur, söz ehtiyatı olur. Orada da simulyasiya rollu oyunu götürə bilmərəm. Çünki orada xəyali bir situasiyadan danışsan, özünü qarşı tərəfin yerinə qoyub canlandırırsan. Olmaz. BB olar. Çünki bilirəm, istəyirəm, bilim, öyrəndim. Dərsin mərhələlərinin bütün, yəni dərs başlayandan bitənə kimi istifadə edə bilirsən. Debatda olmur. Debatda sadəcə arqument, dəlil gətirsən, təsdiq edici, təqzib edici tərəfləri olur. 3-2-1 üsulundan bəli istifadə edə bilərik. Beyin həmləsi sadəcə motivasiya mərhələsində olur. Heç bir əlaqələndirmə olmur orada. Problemli vəziyyət yaratmaq üçün beyin həmləsinə istifadə olunur. Anlayışın çıxarılmasında isə induksiya xarakterlidir. Burada da əlaqə fikri yoxdur. Cavab D bəndi olur. 2, 3, 5, 7 olur. D bəndi. 10-cu sualda deyir ki, şagird fikrini nümunələr, faktlar əsasında əsaslandırır. Biz demişdik ki, əgər dəlillə, sübutla əsaslandırırsa, o zaman dəyərləndirmək olardı. Amma bu faktlarla əsaslandırır, nümunənin əsaslandırır deyə bu təhlil etmə olur. Yaddan çıxartmayın. Mən əgər faktla, nümunənlə fikrimi qiymətləndirəm, əsaslandırıramsa, bu təhlil etmədir. Amma dəlil, sübut, arqument çıxış eləyirsə, artıq dəyərləndirmə olmuş olur. Ona görə burada cavab C bəndi olmuş olur. 11-ci sualda dərsdə keçilən mövzu ilə əlaqədar olaraq şagird avtobusda olarkən özündən böyük birinə yol verirəm fikrini söyləyir. Bu zaman müəllim ona sual verir. Özündən böyüyə hansı səbəbə görə yol verirsən? Şagird deyir, qoy hamı görsün ki, mən nə qədər tərbiyəli uşağam və özümdən böyüklərə yol verirəm. Bu şagirdin düşüncəsi Kolbergə görə mənəvi inkişafın hansı mərhələsidir? Bayaq dediyimiz kimi qəbul olunma, cəmiyyətin mövqeyi onun üçün çox önəmlidir. Qoy hamı desin məndən yoxdur, qoy hamı desin o ağıllıdır, qoy hamı desin o bir dənədir, sinfin gözüdür. Olmaz. Cavab C bəndi olmuş olur. Bu da düzgün yanaşma deyil əlbəttə ki. Cavab C bəndidir. Qəbul olunma mərhələsidir. Konvensional səviyyədə. 12-də deyir, Atropatena dövlətinin yaranmasında atropatın rolunu dəyərləndirin. Görürsünüz, demir ki, nümunələrlə əsaslandır, nümunələrlə dəyərləndir. Nümunələrlə, faktlarla dəyərləndir desəydi, mən bunu təhlil götürərdim. Amma rolunu dəyərləndir deyirsə, bu dəyərləndirmədir. Nümunələrlə dəyərləndir desəydi, mən bunu təhlil götürərdim və yaxud da faktlarla dəyərləndir desəydi, mən bunu təhlil götürərdim. Rolunu dəyərləndirirəmsə, konkret göstərim, əlimdə bir fakt var, onun əsasında eləyirəm. Necə anlamaqda dedik ki, qaydalara əsasən bir işi görürəmsə anlamaqdır, amma eləcə işi görürəmsə tətbiqdir. Bu da onun kimidir. Nəyə əsasən, faktlara əsasən əsaslandıramsa təhlildir, amma özüm artıq arqument dəlil gətirirəmsə, bu dəyərləndirmədir. 12A bəndi. 13-də plastik şüşələrin həyatınızdakı zərərli tərəflərini araşdırın, sonra o zərərli tərəflərin hara mənfi təsir göstərəcəyini təhlil edin. Əlbəttə ki, bu fənlər arası olar. Çünki zərərli tərəflərini danışırıqsa, bu texnologiya fənni də ola bilər, kimya fənni də ola bilər, fizika ilə də əlaqələnə bilər. 2-3 fəndən əlaqələndirə bilərsən. Zərərli tərəfləri, məsələn, biologiya ilə də eləyə bilərik, havaya pis təsir eləyir. Coğrafiyanı deyə bilərik. Coğrafi, məsələn, ölkələrə, hər hansı bir ölkənin, məsələn, Dubayda görürük ki, süni yağış yağdırırlar, o da nə günə qoyur? Bütün şəhəri çöktürür. Görürsünüz, bunlar hamısı
bir-birindən əlaqəlidir. Fənlər arası olur və fən üstüdür. Çünki həyatımızdakı zərərli tərəflərini deyir, get, araşdır, tap. Fən üstü inteqrasiya olur. Həyatla əlaqə varsa, fən üstü inteqrasiyadır. Ona görə də cavabımız B bəndi olur. Şaqulilik bir məqam yoxdur. Fən daxillik yoxdur ki, məzmun xəttlər arasında heç bir əlaqə yoxdur. Ona görə cavabım B bəndi olmuş olur. 14-ə baxıram. Şagird müəllimin verdiyi maddələri izah eləyir. Ümumiyyətlə, harda izah sözünü gördünüzsə, həmişə mak axtarın. Mak nədir? M. Məntiqi təfəkkür. A. Anlamaq. K. Konseptual bilik olmuş olur. Ona görə də burada cavabımız anlamaqdır. Yaddan çıxartmayın bunu. Deməli, harda izah etmək sözü gördünüzsə, bunu anlamaq götürün. İzah sözü anlamaqdadır. 14 A bəndi oldu. 15-ə baxıram. 15-də nə istəyir bizdən? Şagirdlərin bir-biri ilə münasibəti yaxşı deyil. Aralarında negativ münasibət var. Müəllimin hansı addımı daha effektiv olar? Əlbəttə ki, qovulmanın münasibətdən idarə olunması prinsipi burada var. Şagirdi mükafatlandırmaq çıxış yolu deyil. Şagirdi cəzalandırmaq da çıxış yolu deyil. Amma şagirdlərlə təklikdə danışmaq, bəli, aradakı bu buzları əridə bilər, aradakı bu negativliyi qaldıra bilər. Nə qədər ki, müəllim çalışıb onlar arasında bu münasibətləri tənzimləsə, onlara istiqamət versə, yönətsə, onların arasında bu buzların ərinməsinə şərait yaradıb, konflikti həll etmə bacarığını bir növ özündə daha da təkmilləşdirsə, yaxşı olar. 15C bəndidir. Ümumi müzakirə ehtiyac yoxdur, xüsusi müzakirə olsa olardı. Valideyn iclası keçirtmək də çıxış yolu deyil. 15C bəndi olur. 16-ya baxırıq. Müəllim sinifdə iki qrupda yarış təşkil edir. Qrupların birində iki şagird arasında problem yaranır. Hər ikisi də öz fikirlərini iddia edirlər. Bu zamanda qrupun digər üzvlərinin cavab verməsi ləngiyir. Və müəllim qrup liderinə deyir ki, sən nə etsən bu qrupda problem aradan qalxar. Konfliktdə qrup liderinin tək həll etməsi bu doğru yanaşma deyil. Çünki qrupda problem varsa qarşı tərəfi dinləməlidir. Bu bir olmaz. Qrup üzvlərinin sayını artırıb azaltmağın heç bir önəmi yoxdur. 2-ni də çıxırıq. Hər iki tərəfin fikrini dinləmək doğrudur. Ortaq məxrəcə gəlmək doğrudur. Konflikti ortaq həll eləmək doğrudur. Kompromis mühit yaratmaq, yəni ortaq məxrəcə gəlmək mühiti yaratmaq. Ortaq məxrəcə gəlir. 6-da doğrudur. Cavab 3, 4, 5, 6 B bəndi olur. Hər iki şagirdin fikrini dinləməmək yox, dinləmək olmalıdır. Qrup üzvlərinin sayını artırıb azaltmağın önəmi yoxdur. Yalnız qrup liderinin çıxış etməsinə şərait yaratmaq bu ayrı seçkilik yaradır. Kompromisə gəlməyə ehtiyac duymamaq bu da doğru yanaşma deyil. Cavab B bəndi olmuş olur. 17-də destruktiv rəyə aid fikri müəyyən eləyin. Şagirdə emosiyalara yönəlik rəy verir, doğrudur. Çünki bu mənfi rəydir, doğru rəy deyil. Şagirdin idraki fəaliyyətini əks elətdirir, bu konstruktivdir. Şagirdi dərsin əvvəlində qoyulmuş hədəfə çatdırmağa xidmət edir, bəli, inkişaf etdiricidir. Şagirdlərdə əks əlaqə qurmaqla onları refleksiya etməyə yönəldir, bəli, özlərini dərk etməyə şərait yaradır, şagirdin gələcək inkişafını təmin edir. Bunlar hamısı inkişaf etdirici rəydir. Yanlış cavabımız olur A bəndi, şagirdin emosiyalara yönəlik rəy vermək. Cavab olur A, 18-də deyir. Şagird komandanı məqsədə doğru yönəldə bilir. Çünki o sosial bacarıqlara sahibdir. Şagirddə həm inandırıcılıq qabiliyyəti, həm də kommunikasiya qabiliyyəti var. Həmçinin sinifdə olan qarşılıqlı münasibətləri analiz edib, konfliktləri, münaqişələri həll edə bilir. Fikri qovulmanın, emosional intellektin hansı komponentinə uyğundur? Əlbəttə ki, münasibətlərin idarə olunması. Çünki o liderlik qabiliyyəti nümayiş elətdirir, dostca davranır, kommunikasiya qabiliyyəti formalaşdırır, daha səmimi davranır. Bəli, Y bəndə doğrudur. 19-da deyir, imtahandan uğursuz nəticə əldə edib məyus olan şagird keçmişdə üzləşdiyi keçmişdə üzləşdiyi vaxtları xatırlayır. Keçmişdə üzləşdiyi uğursuz vaxtları xatırlayırsa, uğursuzluqları xatırlayırsa, bu motivasiyadır. Çünki özü-özünü motivə edir, özü-özünü stimul verir, özü-özünü ruhlandırmağa çalışır. Ona görə bu motivasiyadır C bəndi. 20-də deyir, riyaziyyat müəllimi şagirdə ərazi planı hazırlamağı tapşırır. Ərazi planı hazırlayırsa, bu fən üstü inteqrasiyadır. Çünki, baxın, riyaziyyatın məzmun xəttləri nədir? 1. Ədədlər, əməllər, 2. Cəbr funksiyalar, 3. Həndəsə, 4. Ölçmələr, 5. Statistika ehtimal. Burada
ərazi planı hazırlayırsa, bunların içindən məsələn ölçmədən istifadə edə bilər. Yəni bir neçə dənə məzmun xəttindən istifadə edə bilməz. Ona görə fən daxili, üfüqi, şaquni çıxıram. Və yalnız fənlər arası deyirdi, olmaz. Eləcə fənlər arası desəydi, Y bəndini götürərdim. Çünki ərazi planı hazırlayırsa, bunu texnologiya fənni ilə də əlaqələndirə bilərəm, coğrafiya ilə də əlaqələndirə bilərəm. Yalnız sözü olmasaydı, fənlər arası götürərdim. Amma B bəndi fən üstü olar. Amma eləcə B bəndində yalnız fən üstü desəydi, onu da səhv götürərdim. Çünki yalnız fən üstü deyir, axı fənlər arası da var. Coğrafiya, texnologiya ilə əlaqələnir. Ona görə 20 B bəndidir. Bu qədər, uğurlar.